Fəxri bəy, bir də mən sizin Instagramda videolara baxırdım. Bu sizin bir BMW-niz vardı, hansı ki narıncı rəng BMW. Çox gözəl rəngi var idi. Ben sonra deyəsən satdınız onu. Biz o avtomobili buyurun sualınızı. Onu deyəsən satdı sonra. Ümumiyyətlə mən görürəm ki, Azərbaycanda ona da bir sevgi var. Hansı ki hər hansı bir avtomobili götürüb xüsusi bir yığılma, bir tip eləyib onu belə deyim istifadə eləmək. Və bu həvəskarlar yaxşıdır. Bunlar çoxdular, amma bu yığılmış maşını bir sürməyə bir yer varmı? Haradasa bir gedəsən, bir yürüyüş eləyəsən, bir maraqlı bir fitlər eləyəsən, belə deyim. Aydındır. Mən sizə belə bir açıqlama verim ki, o dediyiniz narıncı avtomobilin ləqəbi var, mandarin olaraq. Bəli, o avtomobil mənim 7 illik proyektim idi və mən bu işə başlayanda hazırladığım ilk avtomobil idi və bir il bundan öncə biz bir tədbirdə o avtomobili konkurs yolu ilə belə desəm hədiyyə elədik izləyicilərimizdən birinə və artıq belə deyim biz izləyiciyə hədiyyə elədik, izləyicinin təəssüflər olsun ki, heç sürücülük vəsiqəsi yox idi. Avtomobili daha sonra satdı və həmin pulla özünə bir ev tikmək planı var idi Şirvan rayonunda. İndi xəbərim olmadı, tikmədi, amma hal-hazırda o qardaşdan alan avtomobil alan adam gözü kimi baxır, o bizə xoş gəlir. Bunu qoyduq kənara. Bu tipli avtomobillər yetərincə bizim ölkədə var, ildən ilə də artmaqdadır. Bununla bağlı bizdə illər ərzində əsasən yenə deyirəm yay sezonunda çoxlu avtomobil tədbirləri olur. Mənim kimi belə deyim, eyni ağılda olan insanlar hamısı bir yerə yığılışır və bu onun avtomobilinə baxır, o bunun avtomobilinə, söhbətlər gedir ki, sən bunu necə eləmirsən, mən də belə bir şey eləmək istəyirəm və beləliklə belə bir cəmiyyət yaranır. Və bu cəmiyyət hal-hazırda 5 nəfər, 3 nəfər deyil, yəni minlərlə bunun üzvü olan. Qaldı ki, bu avtomobillər misal üçün yerinə görə, yəni təyinatına görə dəyişir. Bəzi avtomobillər sadəcə şovkar olaraq keçir. Sadəcə sən bunu hər hansı bir sərgilərdə sərgiləyirsən. Bəzi avtomobillər driftkar olaraq keçir, bəziləri drag avtomobili olaraq keçir. Amma şovkarı bilirik, şovkar tədbirlərdə avtomobili düzürük və belə deyim, siz deyim, nümayiş elətdirirsiniz. Amma təəssüflər olsun ki, drift üçün, yəni drift artıq bir cəmiyyətdən çıxıb bir idman növüdür bu qlobalda, yəni kökü də gəlir Yaponiyadan belə desək. Çox mənim xoşladığım bir siz sevirsiniz. Biz də çox xoşlayırıq, amma çox istəyərdik ki, drift idman növünə. Düzdür, vaxtaşırı olaraq Avtomobil Federasiyası tərəfindən bəzi bizim xaricdə olan Gürcüstanda, Türkiyədə olan tədbirlərə bəzi dəstək olunur. Amma sadəcə bu dəstəklə iş bitmir. Biz istəyərdik ki, yəni mən hal-hazırda drift pilotları adından belə deyim, səslənirəm ki, biz çox istəyərdik ki, bizim ölkəmizdə də bir həmin bu idman növü üçün, avto idman üçün bir trek olsun, bir yer olsun ki, bir məkan. Yəni o vaxtlar deyirlər avtodrom olub, düzdür, mənim yaşım düşmür həmin avtodromu belə deyim, görməmişəm, amma hal-hazırda 2026-cı ildə bütün belə deyim qayda, qanuna, bütün tələblərə cavab verən bir trek tikilsə, yəni söhbət deyil Bakının mərkəzində tikilməlidir. Kənar bir yerdə yaşayış olmayan ki, bir onun tüstüsü, səsi narahatçılıq verməsin. Bir məkan olsun ki, biz də belə deyim, digər gələcək nəsilləri orada yetişdirə bilək. Yəni və bununla da bir növ fikir versəniz, xəbərlərdə görürük, avtoxuliqanlıqla bağlı videolar çıxır, şəhərdə filankəs avtoxuliqanlıq eləyir və yaxud və s. kimi. Biz o insanları da ora cəlb eləyə bilərik ki, qardaş, sənin bu yetim maşınlarda sürsən. Yəni sənin bu adrenalini çıxarmağa və yaxud da ki, canında bir qabiliyyət varsa, sən bir pilot olaraq niyə şəhərin ortasında həm özünə ziyan edirsən, həm digər iştirakçılara xəta törədə bilərsən? Niyə hamı təhlükəyə atırsan ki, qardaş, burada deyək, gülək, sürək, öyrənək. Həm də bir community yaranırdı. Community var. Amma bu community'nin getməyə bir yeri yoxdur açığı. O biraz belə deyim sıxıntılı gəlir bizə ki, qardaş, olsa bizim uşaqlar həqiqətən bizim bu canımızda var. Avtomobil sevgisi. Bəli, bu yaxşı avtomobil sürməyə bacarığımız var, amma ona belə deyim göstərməyə, onun üstündə daha çox işləyə bilməyə bizim məşq eləməyə yerimiz yoxdur. Biz də bir izləyiciyik də, biz də gəlib bir baxaraq görək nə var, nə edirlər. Düzdür, bununla bağlı bəzən il ərzində bəzi tədbirlər olur. Yəni bunu da deməsək olmaz. Çünki
Test and Training təlim mərkəzində sürət festivalı olmuşdu. Orada kiçik həcmli avtomobillərin, bu sırf yarış avtomobilləridir. Bunların yarışı olub. Daha sonra neçə illərdir Bakı bulvarında, belə deyim, Kristal Hall'un qarşısında bir böyük bir parkinq var. Orada trek qurulur. Red Bull tərəfindən Car Park Drift tədbiri keçirilir və bura istənilən pilot qoşula bilər, avtomobili buna cavab verə bilər. Bəli, bəli. Və bununla savayı da izləyicilər üçün də ayrıca orada yerlər ayrılır və bu olur, amma az olur. Yəni biz istəyirik ki, çünki bu tədbir olur, məsəl üçün tədbirdən 2 gün, 3 gün öncə bu trek qurulur, hər şey hazırlanır. Burada yarış keçirilir, amma bunun arxa tərəfi yoxdur ki, biz harda məşq eləyək. Misal üçün, bu il yaxşı nəticə göstərmədim, tutalım. Gələn il yaxşı nəticə göstərmək üçün mən harda məşq eləyə bilərəm? Və burada artıq ilişib qalırsan ki, ayda bizə bir trek olsaydı çox əla olardı.